Salam değerli izleyiciler, dostlar, tələbələr. Bu Ramazan ayında bir sevindirici bir xəbərlə sizə bir şey paylaşmaq istəyirəm. Hər kəs məndən bəzi şeylər yazır ki, bu doktor ancaq özünü tərəf verir. Aslında bir şey yoxdur. Hər kəsin səhvi ola bilər, bizlər də. Biz də bir insanoğluyuq. Biz heç vaxt da başımızdan böyük işləri başımıza soxmamışıq, soxmarıq da. Mən uşaq ürək həkimi olaraq da ancaq uşaqları müayinə edirəm. Atamı, anamı, qardaşımı, yoldaşımı müayinə eləmirəmsə, heç bir kəsin də müayinə etmək haqqım da yoxdur. Çünki mən uşaq ürək həkimiyəm. Və həyatımın sonuna qədər mübarizə aparmışam, aparacam da ki, uşaq kardioloqla işi, uşaq kardioloqla məşğul olsunlar. Böyük kardioloqlar və ya uzi həkimlər və ya terapevtlər kimilər deyil. Nədən bunu vurğularaq deyirəm? Bugün bizim yanımızda Azərbaycan güşələrindən adını vermək istəmirəm. Xanımımızın nəvəsini gətiriblər, 6 yaşlı bir evlad. Qorxa-qorxa gəliblər uzun yolu ki, görək İmanov nə deyəcək. Başqa yerlərdə təcili əməliyyat deyilib böyük kardioloq tərəfindən. İllə ki, get filan kəs eləyəcək. Və xanım dedi ki, 15.000 dollar deyiblər. Bəli, 15.000 dollar Türkiyəyə aparasınız, orada eləyərlər. Azərbaycan səhiyyəsi... Hətta adres də veriblər. Azərbaycan səhiyyəsi bu gözəl inkişaf edib ki, yəni sağ olsun cənab prezidentin təşəbbüsü ilə səhiyyədə olunmayan işlər yoxdur. Həm uşaq kardioloji ixtisasında, həm uşaq ürək cərrahiyyəsi ixtisasında və digər ixtisaslarda artıq orqan transplantasiya da ölkəmizdə keçirilir. İllə ki, pula qarşı makləri eləyib də gəl filan kəs əməliyyat eləyəcəksə və bundan başqa eləyən yoxdursa Türkiyədə deyirsə və o adama adını vermək istəmirəm. Mən adamı çox yaxından tanıyıram. Qurucusu Türkiyədə mənim müəllimlərim olub. Ahmet Çelebi və digərlər. Onlar bizim yanımızda yetişmiş insanlardır. Bu işi artıq biznesə çevirirlər. Ben bura hər zaman vurgulamışam. Uşaq ürək xəstəliyi uşaq kardioloq tərəfindən aparılmalıdır. Müalicəsi, takibi və s. Digər tərəfindən aparılması cinayətdir. Yəni, kim bunu necə qəbul edir, özü bilər. Bu mənim şəxsi fikrimdir. Çünki artıq ölkədə uşaq kardioloq ixtisası var və kifayət qədər uşaq kardioloq da var. Rahat qabını düşə bilərsiniz. Ona görə də yəni, hər kəs öz işinə məşğul olsun. Hörmətlə Nur İmanov. Adını siz demişkən çəkmək istəmirəm. Çox balinsalara getmişəm. Mənim nəvəmin 6 yaşı var. 5 yaşında bilmişik ki, bunu təsadüfən bir elə bilə höysürüyü var idi. Aparırdım yoxlatmağa. Orada mənə bir həkim dedi ki, yəni bu uşağın ürəyi budur. O mənə çox pis təsir elədi. Mən şəkər adamam. Mən çox yerdə yoxlatdım. Adını çəkmək istəmirəm. Həkim var. Mənə dedi ki, uşağına sroşla yaşamağını istəyirsənsə 2 ay möhlət var. Uşaqla həyat oynayırlar. Bəli, dedi ki, bu adresdə məndə durur, lazım olsa verəm. Ankarada dedi. Bəli, dedi, Ankarada mənim Medonusda həkimim olub. Bir eləsə boynuna alsa o eləyəcək bu xəstəliyi. Hətta dedi, bu Azərbaycanda vəbşə yoxdur. Mən prezidentimizə qurban olum. Sizi kimi həkimlərə qurban olum. Çox sağ olun, siz büyüməni sevindirdiniz. Xanım, baxın, nəvənizdə qusur var. Birincisi, o kimdirsə adını vermək istəmirəm. Azərbaycan səhiyyədə hər türlü tibbi hizmət göstərilir. İnsan alveri ilə məşğul olmaq lazım deyil. Biz artıq küvezdə uşaq ürək cərrahiyyəsi əməliyyatları da eliriksə, açıq ürək və qapalı eliriksə, niyə görə bir kiminsə evladı ilə oynamaq kimin haqqıdır və o adam uşaq kardioloq deyilsə, nə xəttinə qalxıb ki, kimisə talehinə oynayır. Və xırda bir problemi valideynlərin hisslərini oynamaq, onların stres yaşatmaq, o ailə necə mənim qabılıma gəlirsə, onu mən gördüm. Günahdır yəni, vallahi günahdır. Allah kömək olsun. Sizi tanıdıq doktor. Bəli. Minnətdarıq, bizi bugün sevindirdiniz. Bəli. Yəni, ağ qaraya qara xanım, nəysə odur yəni, biz kiməsə görə davranmayaq. Hər kəs ixtisası üzrə mütəxəssisə müraciət edir. Ancaq. Sizi kimi mütəxəssislər. Təşəkkür ederim. Sizə çox sağ ol deyirik. Başım üstünə. Var olun. Gediriksə bunu sizə borcluyuz. Allaha borcluyum, biz işimizə məşğul oluq, o qədər.